Görəm BYD buradan qalxa bilər. Oradan yox. Buradan belə qəşəng qal. Orxan belə qaldıq. Rahat. Polla belə qalxa bilərik. Qısaldaq da yolda. Dən buradan yol qısadır da. Buradan belə gedirsən. Altı ağaca düşürsən də. Nədir ki? Amma risk eləməyək də, ya xərd izləyirsən. Sən qalıb eləyər, avrat necə? Orxan, bu maşında bu indi bir çoxları deyirlər ki, məsələn bu maşınlarda aşağı qiymətədir, amma hər şey var. Burada nə var? Yəni elektron funksiyalardan. Məsələn görürəm burada 360 kamera yoxdur deyəsən. Yoxdur. Amma mən şəxsən elə bilirdim ki, bunlarda 360 kamera gəlir. O belə bir təəssürat var ki, Çinin hətta ucuz maşınlarında belə güya 360 kamera olur. Yox, və bu BYD-lər də Çanqanlardan fərqli olaraq, yəni A05-dən, o da büdcəli maşındır, bu da aralarında təxminən rəqib maşınlardır. Bəli, 2000 fərqi var. Onlarda olan funksiya nədir? 360 kameradır və əlavə yaddaş kartı Çanqanda taxırsan, qabağını çəkir. Bunda o funksiya yoxdur. Burada ön kamera da yoxdur heç özü. Yoxdur. Yəni öndə kamera. Ön kamera. Burada bir dənə ancaq arxa kameradır. Bəli. Arxa kameranı aça bilirik amma gedə-gedə. Bəli. Burada elə D-pilot var. Orada parking assistə keçirik və reverse view. Bu arxa... Niyə görə mən istədim ki, bu açıqca bilmirəm də, videoda bu görünür yoxsa yox, amma arxa kamera elə də keyfiyyətli deyil, açığı deyək. Yəni super deyil, yəni hiss olunur da piksellər falan, yəni bu 720 burada keyfiyyət olmaz, heç bəlkə də yoxdur. Həm də çünki kvadratdır belə, mən də bu sıxmaq üçün elə bilirəm. Yaxşı, bu 360 deyilsə, bu niyə maşının işarəsi var burada? Bu parktronikləri göstərmək üçündür. Bəli, parkingi var. Parking sadəcə məsafəni göstərir. Bəli. Park radar o deyirik bizə. Park radar burada var, amma yəni sən yanı görə bilməzsən, nə sağa, nə sola, nə də ki qabağa verə bilmirsən. Bəli. Ancaq güzgülər. Bəli. Kasıbsan, güzgüyə bax. Kasıblar güzgüyə baxar. Yox, həqiqətən, amma yəni buna baxmayaraq, yəni indi bir yana qoyaq, aydın məsələ komplektasiya o yoxdur, amma yəni bu kameranın daha yaxşı ola bilərdi. İndi kimsə deyə bilər ki, indi qiymətinə görə nədirsə, şəxsən mən xatırlayıram ki, məsələn Prius'da özünün zavod kamerası var idi. Bəlkə də bundan yaxşı idi. Bəli, bundan yaxşı. Həqiqətən də belə idi. Baxmayaraq ki, 20 il bundan əvvəl istehsal olunmuş maşın idi. Bundan 20 il fərqli. Burada konkret qənaət ediblər. Bəlkə də maşın bazarına satılan o kameralar var. Bəlkə də o kameradan qoyublar, yəni belə baxanda. Çünki mənim maşınımda o kameralardandır və təxminən belə çəkir. Çox geniş bucaqlıdır. Görürsən, hətta nömrəni də salır içinə. Düz. Belə bir də əsasən kimsə xoşlayırsa, həmin o Luku, belə deyim. Luk bu maşınlarda yoxdur. Nə 05-lərdə də var, Destroyerlərdə var. Yoxdur. Nə Gimbuslarda var. Ancaq yüksək komplektasiyada, o da ki daha yəni yüksəkdir. O qiymət fərqi qədər böyükdür. 3000-5000 aralığı bahadır. Amma bu maşın, yəni əsas olaraq ki bu modeldə var da, elə bir opsiya var ki, Kluk olsun. Bəli. 360 kamera olsun. Amma bu ən ucuz Çanqanlarda da o gəlir. Amma bunda yox. Yəni Çanqanlarda bazada o var. Bu BYD-lərdə bazada yoxdur.